şeylərdən danışdım ki, bir də yuxarı əziyyət çəkib çıxmayasınız. 3 kəlmə, 5 kəlmə arada sizin danışmanız həm insanlar üçün xoş olar, həm də şəxsən mənim üçün. Xahiş edirəm. Fatma xanımla bir il yarımı küsüyü, inan Kərim Öydələ də barışmışıq, ancaq yenə də küsməyə apasına belə barışmışıq. Buyurun. Hörmətli iştirakçılar, Ulu Öndər, mən dilim gəlmir deyəm ki, onun doğum gününə toplaşmışım, həmişə doğum gününə toplaşam. Mən Ulu Öndərlə nəyə qədər bu Sabirabadda təmasda olan olmayıbdır. Bir süfrəyə əlimizi uzatmış oldu. Deyib, qızım, sən çörək yeməsin, mən yeməyəcəm. O, mən heç vaxt yadımdan çıxmıyor. Özlər qatarda qurultaya gedirdik. Ulu Öndər elə bir insan idi ki, o, mən deyərəm, bir ilhamı çıxmaq şərtinə o tay insan ikinci anamı ola bilməz. Ulu Öndər böyüklə böyük idi, kiçiklə kiçik idi. Yaşlıyla yaşlıydı. Mən bir qadıma gələndə məndən xəbərə, heç vaxt o mən, neçə il işləyirsə, mən nə adımı, nə familiyamı demir. Mən həmişə qızım deyim. Özlə mən soruşanda ki, tərcümlüyü halını mən kövrəldim. Mən atam cavan deyib rəhmədə. Dedi, qızım, bugündən belə səndən 2 evladım var, 3-cü evladım sənsən. 3 uşağım var, kim xəbər alsa, vicdan vaxtı deyəcəm, mən 2 qızım, bir oğlum var. Heç vaxtı mən o yadımdan çıxarda bilmərəm. Qatarda gedirdik, gördü ki, onun canlıları gəldi ki, bəs Ulu Öndərsiniz, öz qatarına çağırıb dəvət edir. Tərlan xanım Musayeva, Nazirə Əliyeva, 5-6 qızı yox. Getdi, dedi ki, sizi süfrəyə dəvət edəcək. Deyim, valla biz indi çörək yemişik, utandığımızda biz orada əlimizi süfrəyə uzada bilməzdik axı. Getdi, mənə sağında 30 durdu, Tərlan Musayevanın solunda 30 durdu. Dedi, başladı süfrəyə. Mən nə qədər elədim, özümü saxlaya bilmədim. Bu boyda çörək götürdüm, balaca belə qırıram. Dedi, qızım, sən yeməsin, mən yeməyəcəm, o öbürdü. İndi o deməkdə məqsədim oldu ki, o qədər xalqı sevirdi ki, o qədər xalqını sevirdi ki, vətənini sevirdi ki, heç o kimi mən yerəm insanlara rast gəlməmişəm. Buradan Moskvaya getmişik, qurultaya getmişik. Oradan öz Zaxtarı ilə Nazarbayevi, Gürcistan'ın içində gəlirlər ayına bəri. Dedi, oğlanla qızları gəlirlər, bir də şəkil çəkiləcək. Dedi ki, görün, Azərbaycan gözəlləri gözəldir, yoxsa sizin vətəninizin gəncləri gözəldir. Üstündən vurdu ki, zarafat edirlər. Biz şəkil çəkdirdik orada. Mən kənar dedim, nə oradan kənardan getdim, o özü qolumdan tutdu, gətirdi yanına, şəkillərim hamısı var. Hər müzeyilə doludur. Özündə də 3 dənə albom var. O saxlayıb. Çardağa gəlmişdi, pamuk yığılan vaxtı. Dedi, qızım, uşaqlı qadın var, dedim, bəli var. Dedi, onları çağıra bilərsən, dinləyən, çağırdım, çağırdım. Dedi, ay bacılar, ay analar, uşaq oxutmaq istəmirsiniz. Dedilər, niyə istəmirik? Dedi ki, nə katibdə, o vaxt katib verir. Nə katibdən çəkinmir, nə qalboz çəkinmir, nə də Fatma xanımla, qızımla, nə qızımla. Dedi ki, yanında olanlara dedi ki, yazın. Arvaqlar deyirlər də neçə nəfər. O ili, həmən ili, 78-ci ildə, 78-də 32 nəfər tək Sabirabaddan yox, acaqdan, Qaratəpədən də Pakrovka delirdi onlar. Əhmədabadla Qaratəpədən uşaq girdi universitetə. Universitetə girdi, həmin müəllimliyə, zootexnikliyə, sonra agronomluğa, ümumiyyətlə 37 nəfər. Sonra dedi ki, cavan qızlar var burada, dedim var. Nişanlı qızlar var, dedim var. Dedi, çağır onları bura. Vicdan haqqı. Çağırdım qızları, düzüldülər yanıma. Dedi, qızım, sizə heç lazım deyil, niyə demək dinləyirsiniz? Dedilər ki, mən böyümü belə elədi qızlar, dinlərə utanırlar, dinlər lazımdır. Dedim, yoldaş edim, deyirlər lazımdır. Nə istəyirsiniz? Dedilər, xarici meyvə, özləri demədilər, nə dedilər ki, deyilən xarici meyvə, Kursal qabı, o da təzə çıxırdı. Allah haqqı, bugün ortanız az vaxtında and içinə. Bugünlər o sözü deyirlər, sabahlanları gördüm, 12 dənə avtolafda dalmada, promomiyyət tarla düşər. Nə bilədim ki, qalxıq sərinə aparın təhvil verir, dedilər
verənlər yox, dedi, bir sənədə sən yol çəkməlisən. O da eləncikdir. Sonra dedi ki, kızım, özgə nə istəyirsən mənə? Dedim ki, Qodaş Əliyev, bizdə bataqlıq yerlər var, o planovka eləsələr, mən dövlətə daha çox pambıq tərim verəm. Dedim, məsələn, nə qədər verərsən, o düzəltirsin. Dedim, birinci il 1000 ton verə bilərəm. Həmən il balot idi, bataqlıq, o düzəltdirdi, texnika tökdürdü. Həmən ili 1500 ton verdi. İkinci il 2000 ton verdi. Üçüncü il 3000 ton verdi. Cənab Bakıs, deməyə söz çoxdur, amma vaxt Allah. Hamısının təşəkkür edirəm. Allah cavanlarımıza can sağlığı versin. Xəstələrimizə şəfa versin. Şəhid ailələrinin Allah səbrin tükəndirməsin, uzatsın. Can sağlığı versin qalanlarına. Teşekkür ederim.